Bu dərsimizdə şəkillərin sodaya yapışmış vəziyyətdə reklamını göstərməyə çalışacağıq. Mausu ilə şəklin üzərinə gəldiyim zaman hərəkət istiqamətində ikinci şəklin gəlməsini və hoverdan çıxdığım zaman əvvəlki vəziyyətinə qayıtmasını həyata keçirəcəyik. Gəlirəm index.html-də konteyner divi içərisində product klassında bir div yazıram və bura soda divini əlavə edirəm. Və bu soda divinin içərisində image etiketimi əlavə edə bilərəm. Yəni şəkilləri göstərmək üçün image etiketindən istifadə edə bilərəm. Ancaq keçən dərsimizdə biz custom property yazmışdıq və bunun da nə olduğunu bilirdik. Mən custom property yazaraq şəkli bu formada yazmaq istəyirəm. Çünki star.css-də background image-dən istifadə edəcəm. Style yazıram, 2 xət URL, 2 nöqtə URL və şəkil faylını əlavə edirəm. Nöqtə slash image slash misal drink 1 nöqtə jpg faylını əlavə edirəm. Və index.html-də yazdığımız kod bundan ibarətdir. İndi isə gəlirəm style.css-ə. Burada konteyner divimə hündürlük olaraq 100 viewport height yazıram və position relative verirəm. Daha sonra gəlirəm burada bunu yarı bölürəm. Index.html-i bura əlavə edirəm. İndi product divimə burada background olaraq red verirəm. Genişlik olaraq 800 piksel, hündürlük olaraq bura 900 piksel olsun. Position absolute verirəm. Daha sonra yuxarıdan, yəni yuxarı istiqamətdən 40% məsafədə gəlsin və soldan 50% məsafədə gəlmiş olsun və transform translate deyərək mənfi 50% verirəm və mənfi 50% yazıram ki ortalansın. Daha sonra bir də display flex verirəm. Bu divdən belə deyək, bu soda divindən bir daha da olacaq, çünki iki şəkli yanbayan göstərmək istəyəcəyik. Ona görə də display flex verirəm hal-hazırda. Və gəlirəm soda divinə. Burada soda şəklini əlavə etmək üçün bizə bir platforma lazımdır. Bu platformanın adı Pixabay adlanır. Bu linkə daxil olam və burada Cola can isolate yazıram. Qarşımıza birdən çox şəkillər gəlmiş olacaqdır. Baxın, bu şəkli download edirəm. Şəkil hal-hazırda yüklənir. Aha, yüklənmiş oldu. Və buradan çıxıram. Yüklənənlər bölümünə gəlirəm. Baxın, şəklimiz bu formada gəldi. İndi bunu Visual Code'da image faylinə əlavə edirəm. Bunu buraya əlavə edirəm və daha sonra bunun adını dəyişirəm. Bura soda.png yazıram və buradan da çıxış edirəm və daha sonra sodaya gəlirəm. Qısa olaraq background yazıram və URL adresimiz /image/soda.png-ni əlavə edirəm. Və background size olaraq auto 100% yazıram və daha sonra genişlik olaraq 380 və yaxud da ki 400 piksel vermiş olam. Baxın, bu formada gəlmiş oldu. Bunu misal 450 piksel versək, aha, istədiyimiz formatda gəlmiş oldu. Ancaq mən burada hover olduğum zaman ikinci reklam şəklində görsənməyini istəyirəm. Bunun üçün də ikinci divi əlavə edirəm. Baxın, ikinci divdə əlavə etdiyim zaman
Bu formada ikinci soda şəklində gəlmiş oldu. Bunun üçün də mən gəlirəm bura position absolute verirəm. Eyni formada görünmüş olsunlar. Burada hündürlük olaraq 100% verək. Bu formada sanki tək bir soda şəkli gəlmiş oldu, ancaq bundan hər iki dənədir. Çünki position absolute vermişik. İndi isə bura misal background-da var 2 xətt URL custom properties-ni yazmış olam və buna vergül verirəm. Baxın, bu formada gəlmiş oldu və burada background blend moddan istifadə edirəm və buna multiply CSS kodunu yazmış olam. Hal-hazırda bu formada görünür və şəklin sodaya yapışmış vəziyyətdə gəlməsini istəyirəmsə mask image URL /image/soda.png-ni əlavə edirəm və mask size buna da auto və 100% yazmış olam. Aha, şəkil sodaya yapışmış vəziyyətdə gəlmiş oldu. İndi şəklin istiqamətini göstərmək istəyirəm. Baxın, bura mənfi 300 piksel və 0 yazdığım zaman mənfi 300 piksel sola doğru çəkilmiş olacaqdır. Bunu əyani olaraq mənfi 200 pikseldə yazıram. Baxın, hərəkət etmiş oldu. Ancaq mən hover olduğum zaman rəqəmin dəyişməyini istəyirəm. Yəni, hover olduğum zaman həmin bu rəqəm mənfi misal üçün 900 olsun. Bunun üçün də bunu silirəm buradan və yuxarıya gəlirəm. Bizim root sözdə klassımız var idi. Və bura yenə custom property-ni bu şəkildə əlavə edirəm. Mənfi 300 piksel yazıram və daha sonra gəlirəm var açar kəlməsindən. Bura var yazıram. Var açar kəlməsindən istifadə edirəm və left-i bu şəkildə yazmış olam. Və daha sonra burada hər şeyi yazdıqmı? Genişlik, hündürlük, position, mask size da verdik. Aha, bir də product'a gəlirəm. Transition 0.7 saniyə yazaraq animasiya formatında gəlməyini istəyirəm və buna da transition 0.7 saniyə verirəm. Baxın, bu formada hərəkət etmiş oldu. Bir daha göstərirəm. İndi product'a hover olduğum zaman gəlirəm left'ə mənfi 900 piksel verirəm. Və hətta bunu 1000 piksel yazaq. İndi hover olam. Baxın, şəkil dəyişmiş oldu. Daha doğrusu, hərəkət etmiş oldu. İstiqamətini dəyişmiş oldu. Və hover olduğum zaman transform translate y mənfi 120 piksel olsun. Yəni, mənfi 120 piksel aşağı hərəkət etsin. Ancaq translate x-də mənfi 50% olsun. Aha, bu formada hərəkət etmiş olsun və burada bizim index.html-ə gəlirəm. Baxın, drink 1 və drink 2 failinə əlavə edirəm, yəni şəklinə əlavə edirəm. Və bu hal-hazırda position absolute olduğuna görə ikinci divin şəkil göstərmiş olacaqdır. Ona görə də gəlirəm burada soda divinə end he child ikinci divi burada seçirəm və opacity 0 verirəm. Baxın, hal-hazırda birinci divimin şəkil göstərmiş oldu və bunu kopyalayıram. Product hover olduğu zaman ikinci soda divimin opacitysini 1 verir.
və hover olduğum zaman baxın bu formada gözəl bir animasiya effektini qurmuş olacaq. Hətta bunu 900 versək, daha doğrusu 900 yazırıq bura. Bu formada gözəl bir reklam görünüşünü də vermiş olduq. Və bu background ready buradan silirəm və ekranı böyüdürəm. Hover olduğum zaman baxın şəkil istiqamətini dəyişmiş oldu və ikinci şəkil görünmüş oldu. Hətta aşağı istiqamətdə hərəkətini təyin etdik və hoverdan çıxdığım zaman isə yenidən əvvəlki vəziyyətinə, əvvəlki formasına qayıtmış oldu. Artıq HTML və CSS ilə yazdığımız praktik layihələr sona çatdı. Bundan sonra Node.js dərsinə start verəcəyik. Node.js dərsini canlı olaraq yayınlayacağıq. Dərsimizi izləməkdə davam edin. Bəyənləri unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.